Salam, hörmətli əməkdaşlar. Hər birinizi yeni ayda, yeni həftəmizdə xoş gördük. Bildiyimiz kimi bizim hər həftə fərqli-fərqli mövzularda təlimlərimiz olur. Üzr istəyirəm. Qısaca özümü təqdim edim. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı və dietoloq nutrisiologdur. Sabira Wellness-də təlimçi və ekspert kimi çalışıram. Və hər həftə bildiyimiz kimi fərqli-fərqli təlimlərimiz olur və mövzuları da hal-hazırda rutin həyatımızda bizim əhatə edən problemləri nəzərə alaraq və Savira Wellness-in ən önəmli məhsulları bu prosesdə necə istifadə etməliyik izahını verməkdir. Ümumi olaraq bilirik ki, Ramazan ayı yaxınlaşır və bu Ramazanla bağlı çox mənim həmişə əvvəldən insanlara bir bilgi ötürmək istəyirdim ki, çünki insanlar oruç tutarkən bəzən olur ki, mexanizmi düzgün anlamırlar və Ramazan boyu çox əziyyət çəkirlər. Hətta belə deyim, Ramazandan sonra bəzi xroniki xəstəliklər var ki, bunlar da şiddətlənə bilir. Və bu təlimi salmaqda əsas məqsədim, əsasən yəni belə deyim, ə, ilk olaraq keçən həftə yanıma bir pasiyent gəlmişdi, şikayətlərlə gəlmişdi və bu insan artıq bəzən bilirik ki, tam oruçluq girməmişdən əvvəl də bir 10 gün əvvəldən bəzilərimiz oruç tuturuq və bu xanım idi. Və artıq oruç tuturdu və özünün çox böyük şikayətləri var idi ki, hansı ki bu həddindən artıq çox qəbizlik yaşayırdı, dərisi quruyurdu, hətta dərisində belə ləkələnmələr müşahidə etmişdi. Və mənə belə bir sual verdi ki, mən əslində orucu tuturam ki, daha bədənim yüngülləşsin, daha yaxşı olum, lakin orucu tutanda daha da pis oluram. Və əslində burada proses tamam fərqlidir. Burada yəni Ramazana hazır vəziyyətdə girməməkdədir. Bədəndəki olan bəzi proseslərdən xəbərdar deyil deyə bu hallarla insanlar üzləşir. Və bugünkü təlimimiz də məhz bu mövzuda qurmağımın məqsədi bununla bağlıdır ki, hansı ki hal-hazırda şirkətdə çox gözəl məhsullar var ki, biz Ramazana bu məhsullarla hazırlaşır və Ramazana çox yüngül şəkildə girə bilərik. Və ilkin olaraq bugünkü təlimin əsas məqsədi ondan ibarətdir ki, bizim bədənimizdə proses olaraq nə gedir və biz Ramazana niyə hazırlıqsız girəndə, hazırlıqlı girəndə hansı proseslər baş verir? İlkin olaraq mütləq biz immun sistemimizi nəzərə almalıyıq. Bəzən olur ki, immun sistem deyəndə hər kəs, yəni çox eşitmişəm ətrafımda da mən vitamin C içirəm, immun sistemim əladır. Əslində elə bir şey yoxdur. İmmun sistem çox fərqli bir sistemdir. İmmun sistem hüceyrələrinin 70%-i bağırsaqda, qaraciyarda, hansı ki toksin filtrləridir, qanda olur ki, bunlar da qidaların daşıyıcısıdır. Bir də dəridir ki, bu bizim ilk qoruyucu baryerimizdir. Dəri bizim ən böyük orqanımızdır, ən ağır orqanımızdır. Bədənimizin 7-də 1 hissəsini təşkil edir və bu dəridə immun sistem də bizim üçün çox önəmlidir. Və Ramazan ayında, yəni bu aylarda bu dörd gördüyümüz hissədə, dörd orqanda birində haradasa mexanizm pozulubsa da, hər birində pozulma gedir və bu sistemin dördündə də, yəni yüklənmə birdən baş verir. Və ona görə immun sistem deyəndə, yəni sırf mən məsəl üçün vitamin içirəm, mənim immun sistemim yaxşıdır deyə elə bir şey yoxdur. Ümum sistem, ümumi olaraq hüceyrələri, baxın bu 4 hissədə olur. Bu 4 hissənin hər birinə yük düşür. Yəni biz Ramazanda oruç tutduqda bu hissələrə demək bu orqanlarımıza yük düşür. Və oruçluq zamanı bizim bədənimizdə ilk olaraq nə baş verir? Gəlin baxaq. Oruç tutarkən İlk olaraq, yəni bədəndə qlikozamız aşağı düşür. Yəni qan şəkərimiz aşağı düşür və bədən başlayır qlikoza yoxdur deyə enerjini yağlardan almağa, hansı ki bizim bədənimizdə olan yağlardan. Baxın, ümumiyyətlə orqanizm enerji olaraq birinci qlikozanı, yəni birinci bizim enerji mənbəyimiz qlikozadır. İkinci isə yağlardır, yəni ikinci gəlir. Hətta eşitmiş olarsınız ki, bu keto diyetlər var ki, bunlar daha çox yağlardan istifadə edir. Çünki enerji mənbəyi olaraq qlikoza yoxdur deyə məhz yağlara keçidilir.
Burada bədəndə nə baş verir? Biz qlikoza aşağı düşdükdən sonra bizim bədənimizdəki yağlardan enerji almağa keçir. Və bədəndə istədi-istəmədiz, yəni mümkün deyil ki, yəni bunu biz qarşısını ala bilmirik. Bədəndə suyumuz azalır. Yəni həm hüceyrələr arası, həm hüceyrələr xarici su azalır. Və bu azaldıqca qanımız qatılaşır və bəzən olur ki, hətta bəzən təzyiqli xəstələr, yəni hipertoniklər oruç tuturlar ki, daha yaxşı olum, təzyiqim aşağı düşsün. Amma lakin burada bax bu su azalması, bu qan qatılaşması prosesi olduqda yenə də təzyiqlərdə yüksəlmə görülür. Proses olaraq da günortadan sonra bu proses baş verir. Bağırsaq hərəkətimiz zəifləyir, çünki qida qəbulu gəlmir. Ümumi olaraq həm də oruçluq zamanı çox insanlar halsız olur. Düzgün həm oruç tutulmurlar, həm hazırsızlıq girdikdə və çox halsız olurlar və gün ərzində daha çox yataq vəziyyətində olurlar. Yəni uzanırlar, dururlar və bu zaman yenə bağırsaq zəifləyir. Su qəbulumuzun nəticəsində belə bağırsaq zəifliyi müşahidə olunur. Sonra nə baş verir? Dərimizin baryeri susuz qalır və dəri quruması gedir. Çünki hüceyrələr arası demək olar ki, su azalması müşahidə olunur. Ən önəmli elektrolitlər azalır ki, hansı ki bu bizim bədənimizi demək olar ki, ən önəmli hissəsidir ki, burada bu elektrolitlərin azalmasında biz çox halsız, yorğun, demək olar ki, baş ağrıları bax bu elektrolitlərin bədəndə olan azalması nəticəsində müşahidə edirik. Hazırsızsız girsək, yəni hazırlıq etmədən girsək biz oruçluğa bizi nə gözləyir? Bax bu vəziyyətdə tez yorulma, baş ağrıları, qəbizlik, dərinin quruması, səpgilər və tez-tez həddindən artıq üşümə. Çünki qan şəkəri aşağı düşür və istər-istəməz bizdə yağlar parçalananda toksitlər bizim qanımıza keçir və bu zaman biz həddindən artıq özümüzü üşüyürük və soyuq hiss edirik. Və əlbəttə ki, artıq Ramazanın axır günlərində immunitetimizin zəifləməsini görürük. Ə, və bu zaman, bu proses zamanı biz nə etməliyik? Baxın, Ramazana biz mütləq hazırlıqlı girməliyik və səbəbi nədən ibarətdir? Və ilk olaraq biz detoks etməliyik. Detoks deyəndə insanlar yəni fikirlərində ancaq hansısa bir smuzilərdir. Məsəl üçün kivi, spanaq, chia toxumu qarışdırdılar, içdilər. Bu məni detoks edir. Elə bir şey deyil. Detoks sistemi fərqli bir şeydir. Bizim ümumiyyətlə detoks sistemimiz ilk olaraq qaraciyarımızdır və ondan sonra bağırsağımızdır. Yəni atılım orqanımızdır. Əgər biz qaraciyarımızı normal vəziyyətə gətirməsək, bağırsağımızı həmin o toksinləri atılıq vəziyyətinə gətirməsək, biz əlbəttə ki, bir çox proseslərlə üzləşəcəyik. Sonra nə etməliyik? Biz oruçluğa girənə kimi, yəni az bir 10-15 günə qalmış müddətində artıq su rejimimizi artırmalıyıq və ən önəmli şəkəri azaltmalıyıq ki, adaptasiya tez o proses baş versin. İlkin olaraq bağırsaq dedik ki, immun hüceyrələrin 70% bizim bağırsağımızdadır və ona görə biz bağırsağımızı həm təmizləməliyik, həm onun ümumi olaraq o qədər qayğısına qalmalıyıq ki, biz həmin bu proseslərlə üzləşməyək. Və probiotiklər çox önəmlidir. Prebiotiklər, bunlar da önəmlidir ki, bizim bağırsaq mikrofloramız normal olsun. Və ilkin olaraq, əgər xroniki qəbizlikdən əziyyət çəkən insanlar varsa da və yaxud da qəbizliyə meyilli insanlar bu Ramazan ayında daha çox qəbizlik yaşayacaqlar. Çünki proses olaraq orqanizmdə su azalır, bağırsaq ləngiyir və selikli qişa da əgər orada zədələnib desə də, mütləq onun bərpasına biz fikir verməliyik. Baxın, bağırsaq özü bir selikli divarları selikli qişadan ibarətdir ki, hansı ki bəzən olur ki, insanlar fərqində olmadan həmin bağırsağın divarında olan selikli qişa zədələnir. Yəni patogen mühitdən, lazımsız bakteriyalardan, düzgün məsəl üçün qidalanmayanda orada yemək qalıqları qalır, toksik maddələrə çevrilir. Bunlar selikli qişanın divarını zədələyir. Və bu zaman bədənimizdə olan toksinlər, hansı ki Ramazanda indi danışacağım necə, hansı toksinlər, həmin artıq oradan bizə qanımıza keçərək biz özümüzü çox ağır, yorğun hiss edə bilirik. Və ona görə selikli qişanın bərpası bu prosesdə çox önəmlidir. Və ən önəmli qaraciyardır. Yəni bir insanın əgər qaraciyarı çox yüklüdürsə də, həddindən artıq öz işini görə bilmirsə də,
və bu zaman daha da ağırlaşacaqdır. Çünki baxın, biz dedik ki, ümumi olaraq oruçluqda 8-10 saatdan sonra yağlar parçalanır. Yəni biz oruç tutduq. 8-10 saat özümüzü normal hiss etdik. Bizim qaraciyarımızdakı glikogen glikozaya çevrildi və biz özümüzü yaxşı hiss edirik. Yəni aclıq yoxdur. Və 10 saatdan 8 saatdan sonra artıq burada ritm dəyişir, rejim dəyişir. Enerji buradan keçir yağlara, bədənimizdəki yağları parçalamağa. Və bu parçalanan yağlar toksikdir. Əlbəttə ki, o bizim yağlarımız, yəni ideal şəkildə orada oturmuyubdu. Yəni bizim bədənimizdə olan artıq yağlar, vitreal yağlar, yəni onlar toksik maddələrlə doludur. Hansı ki, demək olar ki, biz içdiyimiz dərmanlardır, onların metabolik artıqlarıdır. Həmin yağların içərisində oturulubdu. Və həmin bu toksinləri, bu yağların bax bu parçalanmasını qaraciyər zərərsizləşdirməlidir və bağırsaq vasitəsilə kənarlaşdırmalıdır. Əgər qaraciyər yüklüdürsə də, həddindən artıq öz işini görə bilmirsə də, yəni onu zərərləşdirə bilmirsə də, antioksidan dəyəri çox aşağıdırsa da və burada əlbəttə ki, oruçluq zamanı qaraciyərin üzərinə 2 qat iş düşür və ona görə burada mütləq qaraciyər dəstəyi önəmlidir. Yəni bütün danışdığım mexanizm bizim Ramazana girməmişdən əvvəl hazırlıq mərhələsidir ki, biz bağırsağımızı və qaraciyərimizi mütləq hazırlıqlı vəziyyətə salmalıyıq. Səbəblərini də yavaş-yavaş sizə hər birini aydın izah edirəm. Və bu zaman biz nə etməliyik? Bu zaman biz ilkin olaraq bağırsağa fokuslanmalıyıq ki, bağırsağı demək olar ki, toksinlərdən, çürümə məhsullardan, iltihabi proseslərdən hər birindən təmizləyək. Və ilkin olaraq bizdə hal-hazırda Sabira Venesi 2 məhsul var. Bunlar biri güclü sorbentdir ki, hansı ki patogen mühiti, orada olan göbələyi, maya göbələklərini həmin mühiti azaldır, yəni absorsiya edir. Ən önəmli bu hansıdır? Demək Purelifdir. Purelif vasitəsilə biz demək bu tərkibində dərin sorbent olduğu üçün bunu yəni ilkin olaraq hardasa 10-14 gün əvvəldə, yəni günü bu gündən əgər bir Ramazana inşallah orucluq tutan insanlara mütləq günü bu gündən başlamağı tövsiyə edirik. Çünki güclü sorbent olduğu üçün bunun tərkibindəki olan it burnudur, pıtraq köküdür. Bunlar hamısı neynir? Həmin o selikli qişada zədə varsa da onu bərpa edir. Selikli qişanın bərpası bizə o yağların parçalananda ayrılan toksinlərin qana keçməsinin qarşısını alır. Və ona görə burada biz Purelifə üz tuturuq ki, həmin o selikli qişanı bərpa etsin, bağırsağımızda olan göbələyi, maya göbələyini, patogen mühiti azalsın. Baxın, əgər bağırsaqda olan o kandidadırsa da, maya göbələyidirsə də, yəni lazımsız bakteriyalardırsa da, onlar təmizlənməyəndə biz aclığımızı nəzarət edə bilməyəcək. Hətta edə bilsək belə iftardan sonra nə edəcək? Həddindən artıq çox şəkər yeyəcək. Çünki bu mühit azalmayıb. Və yaxud da indi gələn təlimdə danışacağım ki, hansı ki bizə, məsəl üçün bəzi insanlar bu dönəmdə probiotik içməyə başlayır, amma bu düzgün deyil. Əgər bu dediyim mühit hal-hazırda bağırsaqda varsa da, probiotik orada təsir etməyəcəkdir. Çünki yaxşı bakteriyaların çoxalmasının qarşısını alacaqdır. Və ona görə biz ilkin olaraq həmin o digər lazımsız bakteriyaları kənarlaşdırmalıyıq. Selikli qişanın divarını bərpa etməliyik ki, biz oruçluq zamanı həmin o toksinlərimiz qanımıza keçməsin. Və ən önəmli limfa durğunluğu. Biz çox ödəmli ola bilirik, məsəl üçün oruç tutan zamanda və yaxud da yedikdən sonra belə normal limfada durğunluq olduğu üçün və bu zaman biz limfa durğunluğunu mütləq aşağı salmalıyıq. Hətta limfa ödəm olan insanlar var ki, hansı ki artıq özlərini yaxşı bilirlər ki, mən limfa ödəmli bir insanam, yəni limfa durğunluğu yaşayıram. Bu insanlar belə mütləq bu məhsuldan istifadə edərək limfa durğunluğunu azaltmalıdırlar. Digər məhsulumuz isə intestinal defensdir ki, bunun əsas məqsədi bağırsağın divarlarında çürümə məhsullar var ki, hansı ki bəzən yemək yeyirik və parçalanır
parçalanma zamanı bağırsaqdan tam sorula bilmir və o bizim divarlarımıza yapışır. Və bu məhsul sayəsində biz həmin o bağırsaqda yığılmış, divarında olan çürümə məhsullarını yumşaq şəkildə bizim bağırsağımızdan kənarlaşdırır. Yəni belə izah edim, köhnə yığılmış nəcisi bizim bağırsağımızdan çıxardır. Bu çox vacibdir. Yəni oruçluq zamanı bizim bağırsaq divarları tərtəmiz olmalıdır ki, sonra bizim istifadə etdiyimiz probiotik, yediyimiz qidalar normal həzmə getsin. Yəni ümumi bu proses olmasa biz çox əziyyət çəkə bilirik və insanlar bəzən bunu da deyim ki, oruç tutan zaman artıq çox ürək bulanma yaşayırlar, baş ağrıları yaşayırlar. İlkin günlərdə olur. Bəzən bunu qan şəkərindən əlaqələndirirlər. Hətta ilkin günlərdə bu insanlar yemək yeyə bilmir. Səbəb burada həmin bu qalıq maddələrin əgər bizim bağırsağımızın divarı, selikli quşası belə zədəlidirsə də, həmin toksinlər bizim qana keçir və başlayır baş ağrısı, şiddətli hassıq və ürək bulanma. Məsələn, mənə müraciət edəndə ki, mən oruç tutdum və çox ürəyim bulanırdı axşam demək, qan şəkərindən bu əlaqəli ola bilər və ikinci əsas məqsəd toksik yükün çoxdur və artıq sənin qanına bu toksik yüklər keçibdir. Hal-hazırda bilirik şirkətdə bir məhsulumuz var, istokiçistatı adı ilə. Bilirik ki, bu 3 formuladadır və bu çox önəmli bir məhsuldur. Bu önəmli olması ondan ibarətdir ki, bundan əvvəlki demək səhifədə sizə dedim ki, qaraciyər bizim üçün çox önəmlidir. Və burada əsas olaraq biz qaraciyərimizi 2 dəfə artıq yüklü olduğu üçün qaraciyərimizi çox yüngülləşdirməliyik ki, oruçluqda ona həddən artıq iş düşməsin. Çünki əslində qaraciyər zədələnəndə çox sakit bir proses olaraq gedir və sonra isə bəzi proseslər, bəzi xəstəliklər belə həmin bu Ramazanın sonuna doğru artıq aktivləşə bilir. Və bu zaman bizim bu formuladan mütləq istifadə etməliyik. Lakin bunu heç qətiyyən tövsiyə etmirəm ki, oruç tutarkən yəni istifadə edək. Biz bunu günü bu gündən istifadə etməliyik ki, Ramazana sağlam qaraciyər, yəni yüklü qaraciyərlə girməyək. Çünki bunun tərkibindəki olan maddələrə gəlin baxaq. Birinci formula drenaj üçündür. Yəni bədəndə olan artıq toksik, hətta belə deyim, hüceyrə arası olan o toksik ödəm məhsulu belə drenaj formulunda olduğu üçün bədəndən kənarlaşdırır. Çünki dediyim kimi tərkibində olan mərsin yarpağı, qatır quyruğudur. Bunlar sırf həmin bu o atok deyilir, həmin ödəmi bədəndən çıxartmaq üçün istifadə olunur. İkinci formulası nədir? Qaraciyarın qorunması. Dedik, slimarin çox güclü aktiv maddədir. Katexin də yaşıl çayın tərkibindəki olan bir aktiv maddədir ki, onun əsas işi qaraciyarı olan toksinləri neytrallaşdırmaqdır. Yəni, biz Ramazanda yağlar parçalananda biz dedik ki, glikoz olmayandan sonra bizim yağlarımız enerji olaraq keçir. Həmin bu yağlar parçalandı. O yağlar, yəni məsum yağlar deyil parçalanan zaman. Onun tərkibində o qədər bizə zərərli toksinlər var ki, içdiyimiz dərmanların qalıqlarıdır, metabolik artıqlardır ki, həmin yağları bu qaraciyər zərərsizləşdirməlidir. Əgər qaraciyər çox yüklüdürsə də, zərərləşdirə bilmirsə də, fermentləri normal şəkildə sintez edə bilmirsə də, həmin o parçalanan yağları, toksinləri demək neytrallaşdıra bilməyəcəkdir. Və bu da neytrallaşdıra bilməyəndə həmən bizim limfamıza ataraq o şəkildə bizim qanımızda filtrasiya edəcəkdir. Və bunun üçün də biz mütləq qaraciyərdə olan toksinləri neytrallaşdırmalıyıq və qaraciyərimizi rahatlaşdırmalıyıq. Digər formulu çox önəmlidir. Tərkibində antioksidantlar var, hansı ki, qaraciyər üçün, hüceyrələri üçün ən önəmli antioksidantlardır ki, bunlar A, E, C, sink, selin, polifenollardır ki, bunlar sayəsində qaraciyər
öz hüceyrə immun sistemini qoruyur, yəni bərpa edərək müdafiə prosesinə keçid edir. Və onun üçün də bu məhsulu istifadə etmək daha məntiqlidir. Etməsək nə ola bilər? Əlbəttə ki, Ramazanı çox ağır keçirə bilərik, çox halsız keçirə bilərik və ən önəmli dediyim kimi bəzən insanlar fərqindən olmadan qaraciyarı daha çox yükləyə bilərik. Ə, və bu prosesdə də dərimiz çox önəmlidir. Bilirəm ki, hər biriniz yaşayırsınız. Oruç tutan zaman dərinizdə solğunluq, quruluq və ən önəmli biz rəng bərabərsizliyi və Ramazandan əvvəl mütləq dərimizi də hazır vəziyyətə gətirməliyik 10-14 gündən əvvəl. Əgər evlərinizdə sərt yuma gelləriniz varsa da qətiyyən, yəni tərkibində spirt olaraq qətiyyən bunlardan istifadə etməyin. Çünki burada pH balansı pozulur. Çünki ümumi olaraq bizim oruç tutulan zaman dərimizdə, hüceyrələrimizdə belə su saxlama qabiliyyəti aşağı düşür. Və ən önəmli biz necə dedik ki, e, immun sistemin bir hissəsi dərimizdədir. Dəri də bizim immun sistemimizin əsas funksiyalarından birini yerinə yetirir və burada da dərini unutmamalıyıq. Və burada biz nə etməliyik? Ən önəmli, oruca girən zaman dərimizin pH-ını normal 5,5 vəziyyətinə gətirməliyik ki, sonrakı prosesdə yəni daha da çox quruyub çatlamasın. Hətta belə deyim, oruç tutan zaman insanlarda daha çox dərilərində bilmirəm rastlaşmışsınız, mən rastlaşmışam. Çox belə xətlərin tutması daha çox müşahidə olunur. Məhz burada pH dəyəri çox aşağı düşür və aşağı düşdükdə dəri nəmsiz, susuz qalır və qırışlar daha da qabarıq və daha da kəskin şəkildə arta bilir. Və burada biz hədəflənməyəcəyimiz əsas aktiv maddələr nə olmalıdır? Niatinamid olmalıdır, seramid olmalıdır ki, dəri onu öz seramitinə oxşasın, prebiotik tərkibli məhsullar olmalıdır. Və burada ən önəmli mütləq Ramazana girməmişdən öncə ölü hüceyrələrimiz təmizlənməlidir həftədə 2 dəfə ki, bizim bu su saxlama qabiliyyəti normal şəkildə yəni istifadə olunsun. Ümumiyyətlə dərimizi sağlam mikrobiosunu, yəni faydalı flora vəziyyətinə gətirməliyik. Və ilkin olaraq biz Ramazana girməmişdən öncə dərimizi necə hazırlamalıyıq? İlkin olaraq mütləq biz enzimli peelinqdən istifadə etməliyik ki, hansı ki bu enzimli peelingin dedik ki, peelinglər haqqında danışanda, yəni qətiyyən, yəni bütün dərilər istifadə edə bilər. Yəni peelinglərin dedik ki, özü 4 növə bölünür və ən zərərsizi, hər bir dəriyə uyğun olan peelingimiz enzimli peelingdir ki, çünki bu sürtmədən təmizləyir və dəridə olan hüceyrələri yumşaq şəkildə bizim dərimizdən kənarlaşdırır və həssas dərilərə də bu tövsiyə olunur. Yəni ən ideal peeling Ramazandan öncə mütləq enzimli peelingimizdir. Və niatinamid burada ən əsas rol oynayır. Biz dedik ki, mütləq biz niatinamid sayəsində, əslində niatinamidin işi çoxdur. Yəni həm rəng açıcıdır, ümumi olaraq yəni dəri baryerini də möhkəmləndirir və bir işi də, yəni gördüyü işlərdən biri də seramidin dəridə olan sintezini artırır və burada seramidimizin, yəni bizim lazım olan demək seramid sintezimiz azaldığı üçün bizə önəmlidir ki, buranı biz daha da artıraq və bunun sayəsində biz niatinamidlə bunu bərpa etmək olur. Və ən önəmli dedik ki, dəri mikrobiomunun mühitini stabilləşdirməliyik. Yəni Ramazanda qurumamaq üçün baryer mütləq əvvəlcədən qalın olmalıdır. Yəni əgər baryerimiz zədələnibsə də, nəzikləşibsə də Ramazanda daha da çox quruyacaqdır, daha da şiddətli bizim qırışlarımız üzə çıxacaqdır. Və bunun üçün də 10-14 gün mütəmadi olaraq niatinamid serumunu istifadə etmək məqsəd yönlüdür. Və ən önəmli tonerdir ki, ən önəmli, yəni olmazsa olmazım. Bu toneri həm biz Ramazan boyunca, həm başlamamızdan öncə mütləq istifadə olunmalıdır. Biz dedik ki, bax bu bizim pH-ımız, dərinin pH-ı aralıq var. Dəri normal pH-ımız 4,5, 5,5, yəni mühiti odur.
Nə tuş mühit olmalıdır, nə çox qələvi mühit. Bizim dərimiz ideal dəri üçün və dərimizin sonrakı mərhələsi üçün bax bu rəqəmə bizim ehtiyacımız var. Bu rəqəmi də əlbəttə ki, biz mütləq, yəni oruc Ramazana girən zaman bu 5,5-ə gətirməliyik. Hətta dermatoloqlarda da belə şkalalar var ki, yəni ideal rəqəm 5,5-dir. Və bunun üçün biz səhər axşam mütləq tonerdən istifadə etməliyik ki, nəm tutma faktoru. Bu bizim özümüzün dərimizdə olan bir prosesdir. Yəni təbii prosesdir. Bax görürsüz NMF deyirlər ingilis dilində Nature Moist Stretching Factordur. Yəni dəri öz təbii su saxlama qabiliyyəti bir prosesdir, mexanizmdir. Və bu mexanizmini biz artırmalıyıq. Bunu da sadəcə biz tonerlə artırırıq. Və bunun üçün də biz Ramazana girməmişdən öncə mütləq bu tonerlərdən istifadə edərək, lakin dəri tipinə görə bölünür. Quru dərilər daha çox nəmləndirmə, biraz yağlı, məsəl üçün akneli, dərilərə isə digər bu aloe vera matlaşdırıcıdan istifadə edə bilərsiniz. Ümumi olaraq bu tonerləri biz Ramazan boyu da istifadə mütləq etməliyik ki, həmin o su saxlama qabiliyyətimizi bərpa edək və dərimiz qurumasın. Sonda isə hörmətli əməkdaşlar bunu demək istəyirəm ki, Ramazanda təkcə ac qalmaq deyil, çünki Ramazan ümumi olaraq bədəndə bizim ritmimiz dəyişir, sistem dəyişir və əgər biz Ramazanda yəni çox çekli bağırsaqla, yüklü qaraciyərdən su saxlaya bilməyən dəri ilə giririksə də, əlbəttə ki, biz böyük şikayətlərlə üzləşəcəyik ki, hansı ki, bu nə olacaq? Halsızlıq olacaq, qəbizlik olacaqdır, dərimizdə quruluq olacaqdır, qırışların daha çox qabardığını görəcəyik və onun üçün biz Ramazanda güclü qalmaq istəyiriksə də Ramazana güclü şəkildə hazırlaşmalıyıq. Əslində bu seçim deyil, bu bizim Ramazanın daha rahat və daha bizi yormadan keçməsi üçün bir şərtdir. Əslində bunu da demək istəyirəm ki, Ramazan bizi yormamalıdır. Ramazan bizi yüngülləşdirməlidir və onun üçün də mexanizmə düzgün yanaşın və düzgün şəkildə də insanlara ümid edirəm ki, hər biriniz informasiya verəsiniz, hər biriniz özünüz öz şəxsi həyatınızda da bunları tətbiq edəcəksiniz. Ümid edirəm maraqlı təlim oldu. Hər birinizə çox sağ olun, təşəkkür edirəm ki, təlimə qoşulduğunuz üçün. İnşallah gələn təlimdə görüşmək ümidi ilə çox sağ olun.